özün hansısa bir istiqaməti seçib gedirsən də, burada nə risklərin var sənin, nə risklərlə üz-üzə gələ bilərsən? Valla orada sənin səyahət müddətində çox nüanslar var, hansı ki, düzdür, insanlar var ki, məsələn, macəraya açıqdılar, nə olar deyib gedirlər, hə. Amma böyük bir kütlə macəraya açıq deyil. O qədər də yoxdur. O qədər də yox, hə. Ona görə, məsələn, belə deyək, nüanslar çoxdur. Məsələn, aviabileti onlayndan alanda adam var, fikir vermir, məsələn, bagaj var, yoxdur. Aeroporta gedir əlində bagajla, qeydiyyat zamanı bildirirlər ki, məsələn, biletiniz bagajsızdır. Məcbur olur, bagaj üçün hava limanında ödəniş çox yuxarıdır. Yəni, bagaj üçün ödəyirsən, yeri gələndə, məsələn, belə deyək, səyahət agentliyi ilə almaq əvəzinə onlaynla müəyyən bir məbləğdə bəlkə də qənaət eləyib, bəlkə də etməyib. Amma axırda gəlir bagajın ödəyəndə elə vaxt olur bagaj biletdən də baha başa gəlir.